Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Əliyev niyə Trumpın bu təklifini qəbul etdi? Rusiya Trump marşrutuna mane olmaq üçün hər şeyi edəcək. Qəzzaya qoşun göndərəcək ölkələr bəlli oldu. Azərbaycan niyə yoxdur? Vaşinqtonda Amerika prezidenti Donald Trumpın təsis etdiyi Sülh Şurasının ilk iclası keçirildi. Sülh Şurası yanvarda Davos İqtisadi Forumu çərçivəsində təsis olunub. Toplantıya dəvət olunanlar arasında Azərbaycan prezidenti İlham Əliyev də vardı. Telegraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspertin fikrincə, Azərbaycanın Sülh Şurasında iştirakının bir neçə səbəbi var. Birincisi, Azərbaycan Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurub. Ötən ilin avqustunda Ağ Evdə Donald Trumpın vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə sülh samiti keçirildi. Bu çərçivədə sülh sazişi paraflandı. Bu ilin fevralında isə Amerika vitse-prezidenti James David Vance'ın Bakıya səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq xartiyası imzalandı. Belə olan halda Azərbaycan Donald Trumpın təsis etdiyi Sülh Şurasından kənarda qala bilməzdi. Digər yandan Azərbaycanın strateji tərəfdaşları olan Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan və Səudiyyə Ərəbistanının Sülh Şurasına üzvlüyü də rəsmi Bakının qərarına təsir edən amillərdən biridir. Başqa bir səbəb Sülh Şurasında Ermənistanın iştirakıdır. Ermənistan Trumpın Sülh Şurasına üzvlük təklifinə müsbət cavab veribsə, Bakının Vaşinqtona mənfi cavab vermək kimi seçimi yox idi. İkincisi, Donald Trump ötən ilin oktyabrında Misirdə keçirilən Yaxın Şərq Sülh Samitinə İlham Əliyevi də dəvət etmişdi. Bununla Trump Azərbaycanın da Yaxın Şərqdə sülh prosesində iştirakını istədi. İlham Əliyev Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini söyləsə də, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etmədi. Bunun üçün Sülh Şurasının üzvü olmaq lazım idi. Çünki yenidən qurma prosesinə Amerika nəzarət edəcək. Elxan Şahinoğlu xatırladıb ki, Trump onun dəvətini qəbul etməyərək Sülh Şurasında yer almayan ölkələrin Qəzzanın yenidən qurulması prosesində iştirak etməyəcəyini bildirib. Azərbaycanın İsraillə yanaşı, Fələstinlə də diplomatik münasibətləri mövcuddur və Bakı Yaxın Şərq siyasətində bu balansı qorumaq üçün Qəzzanın yenidən qurulması prosesində iştirakı labüd hesab edib. Azərbaycanın bu prosesə bəlli həcmdə maliyyə ayırması da istisna deyil. Üçüncüsü, Donald Trump Sülh Şurasının Qəzza ilə kifayətlənməsini istəmir. O və administrasiyası Sülh Şurasını gələcəkdə güclü təşkilata çevirmək istəyir. Azərbaycan superdövlət statusuna malik olan Amerikanın dünyanın yeni təhlükəsizlik arxitekturasını formalaşdırmaq prosesindən kənarda qalmamalıdır. Rusiya Trump marşrutu layihəsini gözdən salmaq üçün hər şeyi edəcək. Telegraf xəbər verir ki, bunu erməni siyasi ekspert Yuri Movsesyan deyib. Ekspert hesab edir ki, Ermənistan öz dəmir yolu şəbəkəsini Rusiyadan geri almağa çalışır. İrəvan Moskvaya öz maraqlarını heçə saymayacağını açıq şəkildə göstərməlidir. Movsesyanın iddiasına görə artıq Ermənistanın Rusiyadan asılılığı xeyli dərəcədə azalıb. Trump marşrutu bir çox ölkələr üçün çox ciddi əhəmiyyət kəsb edir. Bu sırf Amerika-Ermənistan layihəsidir. Ona görə də Rusiya bunu nüfuzdan salmaq və reallaşmasının qarşısını almaq üçün hər şeyi edəcək. Rusiya təkcə zərərli aktyor deyil, həm də öhdəliklərini yerinə yetirə bilmir, ekspert bildirib. Yuri Movsesyan əmindir ki, Rusiya Trump marşrutu layihəsində iştirak etməyəcək. Sülh Şurasının ilk iclasında Qəzzaya hərbi qüvvə göndərəcək 5 ölkənin adı açıqlanıb. Qazaxıstan, İndoneziya, Mərəkeş, Kosova və Albaniya. 2 ölkə, Misir və İordaniya isə polisə təlim keçməyə razılaşıb. Qəzzaya hərbi qüvvə göndərəcək ölkələr arasında Azərbaycanın adı intensiv şəkildə hallansa da, Prezident İlham Əliyev biz kiminsə naminə Azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik bəyanatı ilə məsələyə nöqtə qoymuşdu. Bölgəyə qoşun yeridəcək, yaxud təhlükəsizliyin qorunmasında bu və ya digər formada iştirak edəcək ölkələr arasında Azərbaycanın adının olmaması da rəsmi Bakının mövqeyinin dəyişmədiyini göstərir. Qəzzadakı vəziyyət. Həmas və İsrail arasında qarşıdurmanın davam etməsi rəsmi Bakının imtina qərarının doğru olduğunu deməyə əsas verir. Tərəflər arasında real atəşkəs əldə olunarsa, regionda toqquşma riski tam aradan qaldırılarsa, Azərbaycan bölgəyə hərbi qüvvə göndərmək haqda düşünə bilər. Bu da sülhə məcbur etmə əməliyyatında yox, yalnız müəyyən infrastruktur obyektlərinin mühafizəsinin təşkil edilməsi çərçivəsində mümkündür. Siyasi şərhçi Asif Nərimanlı.